Paytaxtın Yasamal rayonunda Təzəpir məscidi ətrafında aparılan geniş miqyaslı söküntü işləri yekunlaşdıqdan sonra daha bir ərazidə söküntü işləri aparılacaq. Sfera Az Bakusa istinadla bildirir ki, layihənin növbəti mərhələsi kimi Mirzə Fətəli Axundov, Mustafa Sübhi və Zərgərplan küçələrində yerləşən yaşayış evlərinin sökülməsinə start veriləcək. Ərazi üzrə ilkin qiymətləndirmə və texniki hesablama işləri artıq tamamlanıb. Məlumata görə söküntü planı Nizami metrosu istiqamətində olan tikililəri əhatə edəcək. Bu bölgədə illərdir mövcud olan sıxlıq, infrastruktursuzluq və təhlükəsizlik problemlərini aradan qaldırmaq məqsəd daşıyır. Evləri söküləcək sakinlərə kvadratı üçün 2700 manat kompensasiya təklif olunub. Sakinlərlə fərdi danışıqlar aparılıb və köçməyə razılıq verən vətəndaşlarla müqavilələrin bağlanmasına başlanılıb. Layihənin icrasından sonra həmin ərazidə yeni binaların tikilməsi nəzərdə tutulmayıb.